Bu qadınların çox gözəl, açıq auraları olur. Onlar kübar, mərhəmətli, haqq ədalət axtaran, daha çox sorumluluq alan qadınlardır. Və çox yüngül qədəmləri var. Hara getsələr, ora bolluk bərəkət apararlar. Onlarla alış-verişə gedərsən, çox gözəl şopinqlə evə qayıdarsan. Kimə pul verərlərsə və yaxud öz əşyasını hədiyyə edərsə, həmin adamın həyatında pul, para, enerjisi daha da aktivləşər. Kiminlə aynı həyatı qurarlarsa, kiminlə bir münasibətə girərlərsə, həmin insanların həyatına maddi güc gələr, ruzisi, bərəkəti artar. Bilmək istədinizmi hansı qadınlardır onlar? Deməli, doğum gününü və doğum ayını toplayırıq. 2 rəqəmli bir ədəd alınarsa, onu da öz arasında toplayırıq. Və burada 8 rəqəmi alırıqsa, bu sizsiniz. Əziz 8 qadınları, sizə bir tövsiyəm var. Hər yerdə haqq ədalət axtarmağı bir tərəfə qoyun. Heç kimin də maddi sorumluluğunu üstünüzə almayın.